Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trump, Prezident İlham Əliyevə məktub ünvanlayıb. Yeniavaz.com xəbər verir ki, məktubda deyilir. Stat: Hörmətli cənab prezident, sizi Azərbaycan Respublikasının prezidentini yaxın şərqdə sülhü möhkəmləndirmək üçün, eyni zamanda qlobal münaqişənin həll olunmasına, yeni yanaşma üsuluna qədəm qoymaq yolunda son dərəcə mühüm əhəmiyyət daşıyan, tarixi və möhtəşəm səyimizə qoşulmağa dəvət etməkdən böyük şərəf duyuram. Mən 2025-ci il sentyabrın 29-da Qəzza münaqişəsinə son qoymaq üçün əhatəli plan elan etdim. Bu, ərəb dünyası, İsrail və Avropada daxil olmaqla bütün dünya liderləri və əsas dövlət başçıları tərəfindən sürətlə qəbul edilən 20 bəndlik fövqəladə yol xəritəsidir. Həmin planın davamı olaraq noyabrın 17-sində Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası 2803 saylı qətnaməni böyük səs çoxluğu ilə qəbul edərək bu baxışı alqışladı və dəstəklədi. İndi isə artıq bütün bu xəyalları reallığa çevirməyin vaxtıdır. Planın mərkəzində indiyədək formalaşdırılmış ən təsirli və ən nəticə yönlü sülh şurası dayanır. Bu şura yeni beynəlxalq təşkilat və keçid idarəetmə administrasiyası kimi təsis ediləcək. Bizim səylərimiz nümunə göstərməyə hazır olan, yeni nəsillər üçün təhlükəsiz və çiçəklənən gələcəyə parlaq şəkildə sərmayə yatıranlara nəsib olan bir şərəfi, daimi sülhün qurulması kimi nəcib məsuliyyəti çiyinlərinə götürmək istəyən seçilmiş ölkələr qrupunu bir araya gətirəcəkdir. Yaxın gələcəkdə əksəriyyəti yüksək hörmətə sahib dünya liderləri olan möhtəşəm və etibarlı tərəfdaşlarımızı bir araya gətirəcəyik. Şuranın sədri kimi Azərbaycan Respublikasını təsisçi üzv dövlət qismində qoşulmağa və sizin təmsilçiliyinizlə Sülh Şurasının nizamnaməsinə tərəf olmağa rəsmi şəkildə dəvət edirəm. Bu şura bənzərsiz bir qurum olacaq. İndiyədək buna oxşar heç bir qurum mövcud olmayıb. Hər bir üzv dövlət onun adından iclaslarda iştirak etmək və təmsil olunmaq üçün səlahiyyətli nümayəndə təyin edə bilər. Əlavədə əhatəli plan və hazırda imzalanma və ratifikasiya üçün açıq olan şuranın nizamnaməsi təqdim olunur. Gələcək illərdə dünyada dayanıqlı sülhün, rifahın və hamı üçün qüdrətin bərqərar olunması məqsədi naminə sizinlə əməkdaşlıq etməyi səbirsizliklə gözləyirəm. Statın sonu. Prezident İlham Əliyev Donald Trumpın məktubuna belə cavab verib. Stat: Hörmətli cənab prezident, Sülh Şurasına təsisçi üzv dövlət qismində Azərbaycan Respublikasına dəvət etdiyiniz məktuba görə sizə minnətdaram. Bu dəvəti Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatlarının qarşılıqlı hörmətə əsaslanan faydalı tərəfdaşlığının, həmçinin Azərbaycanın regional və qlobal miqyasda sülh və sabitliyin təşviqində rolunun tanınmasının rəmzi olaraq qəbul edirəm. Azərbaycan Respublikası Sülh Şurasına qoşularaq onun Qəzzadakı münaqişəsinin sonlandırılması və uzunmüddətli münaqişədən əziyyət çəkən bütün tərəflərə daha təhlükəsiz və rifahlı gələcək qurulması kimi nəcib missiyanı paylaşacaq. İnanıram ki, Sülh Şurası səmərəli beynəlxalq təşkilat olub öz missiyasını uğurla yerinə yetirəcək. Sizin müdrik liderliyinizə və sülh quruculuğu səylərinizə səmimi təqdirimi qəbul edin. Sizə Sülh Şurasının sədri vəzifənizdə uğurlar arzu edirəm. Statın sonu.